Bugün elə bir şəxs, elə bir insan haqqında danışmaq istəyirəm ki, Allah Taala onun məqamını uca tutub və Muhammed sallallahu aleyhi və səlləm onun məqamını uca tutub. Elə bir insandır ki, o bizim dünyaya gəlməyimizə Allah Taala onu səbəb eləyib və o elə bir insandır ki, sən rahat yatasan deyə o gecələri yuxusuz qalıb və o elə bir insandır ki, sən tox olasan deyənə o özü az qalıb. Və həmçinin qardaşlarım, o elə bir insandır ki, sən yıxılmayasan deyə daim əlindən tutub. Və o elə bir insandır ki, insanlar səni tərk edib gedəndə o daim sənin yanında olub. Və o elə bir insandır ki, sənin bir dənə təbəssümün onun bütün yorğunluğunu aradan qaldırıb. Ona bütün yorğunluğunu unutturub. Həmçinin o elə bir insandır ki, insanlar səni tərk eləsə belə, o səni sevməkdən və sənin üçün dua etməkdən heç vaxt əl çəkməyib. Heç vaxt bunu tərk eləməyib. Və həmçinin qardaşım, o elə bir insandır ki, onun haqqını nə qədər ödəməyə çalışsın da buna gücün çatmayacaq. Bu mümkün olmayan bir şeydir. Bəli qardaşlarım, bu söhbət açacağımız bu insan, bu şəxs Allah Taala'nın Quran-Kərimdə zikr etdiyi, Muhammed sallallahu aleyhi ve sellemin dəfələrlə hörmət və ehtiram göstərməyi əmr etdiyi analarımız haqqındadır.